Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ma'dahu ve ba'd. İhtilaf ve tefrik hakkında ayetleri okumaya devam edirik. Euzu billahi mineşşeytanirracim. La tec'alu du'a'ar rasuli beynekum ke du'ai ba'dikum ba'da. Kad ya'lemullahu allazina yeteselleluna minkum livada. فليحذر الذين يخالفون عن أمره أن تصيبهم فتنة أو يصيبهم عذاب أليم. Rəsulu çağırmağı öz aranızda kiminizi çağırması kimi etməyin. Allah sizlərin arasından daldalanaraq xəlvətcə çıxıb gedənləri, yəni el arasında buna sivişib getmək deyirlər. Yəni belə gizlicə, sinsicə belə sivişib gedir aradan. Yəni, o el arasında belə bir ifadə var. Allah subhanahu wa ta'ala yəni gizlicə daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun, yəni Rasulullah sallallahu aleyhi ve sellem'in əmrinə müxalifət edənlər onlara bir fitnə üz verməsindən yaxud da özlərinə ağırlıqla bir əzab üz verməsindən həzər etsinlər. Nur surəsi 63-cü ayət-i kərimə. وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ إِلَّا مَنْ رَحِمَ رَبُّكَ وَلِذَلِكَ خَلَقَهُمْ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ. Əgər sənin Rəbbin istəsəydi, şübhəsiz ki, insanların hamısını bir ümmət edərdi. Onlar ixtilaf edənlər olmağa davam edirlər. Onlar davamlı ixtilaf etməkdədirlər. Sənin Rəbbinin rəhm etdikləri müstəsna. O, onları bunun üçün yaratmışdır. Allahın, yəni Rəbbinin kəlməsi tamamlanmışdır, tam olmuşdur. Nə kəlməsidir? Mən cəhənnəmi cinlər və insanların hamısı ilə dolduracaq. وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ. Onlar ixtilaf edənlər olmağa davam edirlər. Yəni, ixtilafınız bitməyib, ixtilafınız həmişə davam edir. İllə mən rahimə rabbuk. Sənin Rəbbinin rəhm etdikləri istisnadır, onlar ixtilaf etmirlər. Yəni, biz bu ayətləri oxuyanda kim ixtilaf edib, bölünüb, parçalanırsa, o özünə götürməlidir. Yəni, ixtilaf edib, bölünüb, parçalanmayan yoxdur, bu vəsflər onda yoxdursa, niyə narahat olur ki? Narahat olmasın. Sən ki, bunları etmirsən. Niyə narahatsan? Yox, edirsənsə, sana haqq sözü deyən niyə qınıyırsan? Etdiyin bir şey sənə deyən niyə qınıyırsan ki? Hud surəsi 118-119-cu ayətdir. Sıradakı ayət. لا يقاتلونكم جميعا إلا في قرى محصنة أو من وراء جدر بأسهم بينهم شديد تحسبهم جميعا وقلوبهم شتى ذلك بأنهم قوم لا يعقلون. Onlar sizinlə ya belə möhkəm, müstəhkəm qorunmuş qalaların içində, ya da divarlar arxasından savaşırlar. Onların öz aralarında olan çəkişmələri, o savaşları çox şiddətlidir. Bölünmələri, parçalanmaları, ixtilafları. Sən onları bir sayırsan, halbuki onların qəlbləri parça-parçadır, ayrı-ayrıdır. Bu ona görədir ki, onlar ağıl işlətməyən, ağıl etməyən bir qövmdürlər. Həşr surəsi 14-cü ayəti. Bə'suhum beynəhum şədid. Yəni, aralarındakı düşmənçilik isə çox şiddətlidir, çox kəskindir. Ağıl etməyən bir qövmdür. Ağlını işlətsə, bunları etməz. Aralarında düşmənçilik olmaz. Onların, yəni, qəlbləri bir-birindən ayrı olmaz. Demək ki, ağıl işlətməyənlər bunu edirlər və bunu edənlər də ağıl işlətməyənlərdir. Bunu mən demirəm, Allah subhanahu wa ta'ala öz kitabında deyir. يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم فإن تنازعتم في شيء فردوه إلى الله والرسول إن كنتم تؤمنون بالله واليوم الآخر ذلك خير وأحسن تأويلا. Ey iman gətirənlər! Bu ayət-i kəriməni iman gətirənlər eşitsinlər, onlar dinləsinlər. İman etməyənlər dinləməsin. Ey iman gətirənlər! Allaha itaət edin, Rəsula itaət edin və sizdən olan əmr sahiblərinə də. Əgər hər hansı bir şeydə ixtilaf etsəniz, çəkişməyə düşsəniz, əgər Allaha və axirət gününə iman edirsinizsə, onu Allaha və Rəsuluna qaytarın. Bu daha xeyirli və nəticə baxımından da daha gözəl olandır. İxtilaf edəndə kimə qaytarırsınız ixtilaflarınızı? Filan alim belə deyib. Yox, sən bilmirsən, sənin alimin yaxşı alim deyil. Hətta bəzilərinin alimlərini görünə da soyur. Çox özür istəyirəm.
məlumatı deməyimə gəlir, amma yəni xəbərimiz var. O deyir, sənin alimlərin belə-belə olsun, bu deyir, sənin alimlərin belə-belə olsun. O, onun alimindən görünə söyür və bunun alimlərinin hamısına söyür. Yəni, çünki alimlərini irəli sürürlər. Mənim alimim belə deyib, o deyir, yox, sənin alimin səhv deyib, mənim alimim düz deyib, belə deyib. Halbuki Allaha və axirət gününə iman etsəydilər, o ixtilafı Allah və Rəsuluna qaytarardı. Allah Subhanahu taala nə deyir? Fərudduhu ilallahi və Rasuli in kuntum tu'minuna billahi vel yevmil axir. Əgər Allaha və axirət gününə iman edirsinizsə, onu Allah və Rəsuluna qaytarın. İman etmirsənsə, kimə istəsən qaytaracaqsın. Nisə surəsi 59-cu ayət-i kərimə. Yenə Rəbbimiz buyurur: İttəbi'u mə unzilə ileykum min rabbikum və la təttəbi'u min dunihi awliya. Qalilən mə təzəkkərun. Rəbbiniz tərəfindən, Rəbbiniz qatından sizə nazil edilənə ittiba edin və ondan başqa vəlilərə ittiba etməyin. Vəli əmr sahibidir, ixtiyar sahibidir. Sənin işinin əmri əlində olan kimsədir. Sənə vəlayəti olan kimsədir. Allah Subhanahu wa Taala deyir ki, Rəbbiniz tərəfindən sizə nazil edilən şeyə ittiba edin, ondan başqa vəlilərə ittiba etməyin. Siz nə az öyüd nəsihət alırsınız, nə az təzəkkür edirsiniz, düşünüb daşınırsınız, ibrət alırsınız. Çox az edirsiniz bunu. Ərəf surəsi 3-cü ayət-i kərimə. Davam edirik. İnnə rabbakumullahu-llezî xalaqas-semâvâti vel-arda fî sitteti eyyâmin thumma istevâ alel-arş. Yughşil-leylən-nehâra yatlubuhu hafîtha. Veş-şemse vel-kamera ven-nucûme musakhkharatin bi-emrihi. Ələ lehul-xalqu vel-emr. Təbârakallahu rabbul âlemîn. Həqiqətən də Rəbbiniz göyləri və yeri, səmaları və yeri 6 gündə yaradan, sonra da ərşə istiva edən Allahdır. O, gündüzü sürətlə təqib edən, gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları öz əmrinə tabi edən, ram edən də odur. Diqqət edin, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır. Ərəf surəsi 54-cü ayət-i kərimə. Allah Azze və Cəllə yaratmağını, yaratdığı şeylərdən bəzilərini bizlərə örnək verir və deyir ki, diqqət edin, yaratmaq da onundur, əmr etmək də onundur. Yaradan da, əmr edən Allah, əmr edən olan Rəbbimiz nə deyir? Əqimud-dinə və la tətəfərraqu fihi. Dini doğru düzgün tətbiq edin, dini dimdik ayaqda tutun. Və la tətəfərraqu fihi. Və o dində firqə olmayın, parçalanmayın. Amma nə edirsiniz? Bu aləmlərin Rəbbinə şəriklər qoşaraq, aləmlərin Rəbbinin dinində izin vermədiyi şeyləri sizin üçün məşru edən ortaqlar, şəriklər götürürsünüz özünüzə. Və mə kənə li mu'minin və la mu'minətin izə qadallahu və rasuluhu əmran ən yəkunə ləhumul xiyaratu min əmrihim və mən ya'silləhə və rasuləhu fəqad zallə zalələn mubinə. Allah və Rəsulu hər hansı biri iş haqqında hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadının seçim etmə ixtiyarı yoxdur. Yəni, öz işlərində seçim etmə ixtiyarı yoxdur. Ən yəkunə ləhumul xiyaratu min əmrihim. Hər hansı bir seçimi yoxdur. Kim Allaha və onun Rəsuluna asi olmuşdursa, artıq açıq bir sapıqlıqla sapmışdır. Yəni, yerindən qalxan ona buna sapıq deyir. Yəni, bizlərə sapıq deyirlər, bizim qiyabımızda, qeybətimizi qırırlar, biz olmayan yerlərdə bunlar sapıqdırlar, onlar sapıqdırlar. Üzbəüz, hətta telefonda belə üzbəüz danışın, deyirsən ki, mənim sapıqlığımı mənə ispat elə. Deyir ki, siz Quran sünnət götürürsünüz, başqa şey götürmürsünüz. Yəni, Quran sünnət götürmək sapıqlıq imiş. Yəni, Allah və Rəsulunun kəlamından başqasını götürməmək, Allah və Rəsulunun kəlamını fəhm edək deyə bu adla təhrif edənlərin sözünü götürməmək sapıqlıq imiş. Allahın dinində yenilik etmək sapıqlıq deyilmiş. Allah Subhanahu wa Taala sapığın kim olduğunu, zəlalət üzərində olanın kim olduğunu özü bəyan edir. Və men ya'sillaha və rasulehu faqad dalla dalalan mubina. Kim Allaha və onun Rəsuluna asilik edirsə, biz Allaha və Rəsuluna əsla asilik etmirik. Bunun üçün var gücümüzlə çalışacaq ki, Rəbbimizə asilik etməyək. Allah Rəsulü sallallahu aleyhi və səlləmə asilik etməyək. Heç kimin bizi görmədiyi, eşitmədiyi, bilmədiyi yerlərdə belə Rəsulullah sallallahu aleyhi və səlləmə asilik etməməyə çalışırıq. Aleyhisselatü vəssalam bir də gecə yatarkən dəstəmaz alıb yatmağı, sağ yanımız üzərində yatmağı, bu işi deməyə əmr edib.
Onu belə edirik, Allaha həmd olsun. Heç kimin bizi görmədiyi, eşitmədiyi yerlərdə belə. Niyə? Çünki biz buna iman etmişik. Amma sizlər alənən gözün önündə asilik edirsiniz və asiliyi də yəni bəyan edirsiniz. İnsanlara reklam edirsiniz təbiri caizsə. Rasulullah sallallahu əleyhi və səlləm deyib qusul al, filan imamınız deyib ki, qusul alma, mən onun sözünü götürürəm. Bu alənən açıq şəkildə asilik etmək deməkdir və asiliyinə də fəxr edirsiniz. Siz də batın, sizin asiliyiniz yerə batsın. Allah Subhanahu wa Taala Əhzab 36-da indi oxuduğum ayət-i kərimədə sapığın kim olduğunu bəyan etmişdir. Fələ və rabbikə la yu'minun həttə yuhakkimuka fīmə şəcərə beynəhum, thumma la yecidu fi anfusihim haracan mimmə qadaytə və yusallimu təslimə. Xeyr, sənin Rəbbinə and olsun ki, onlar aralarında çıxan çəkişmə və ixtilaflarda səni hakim təyin edib, sənin hakim olmağından razı olub, sonra sənin verdiyin, çıxardığın hökmə qarşı qəlblərində, içlərində, daxillərində heç bir sıxıntı duymadan tam təslimiyyətə təslim olmadığı müddətcə iman etmiş olmurlar. La yu'minun. Nisa 65. Apaçıqdır. Heç bir qapalı tərəfi yoxdur. Ancaq kör olanlar, kar olanlar üçün qapalıdır və eşidilməzdir. Yuhakkimukə, səni hakim təyin edib, səni hakim qılıb. Elhamdülillah, ona görə deyirik ki, nə ixtilafımız varsa Allah və Rəsul aramızda hakimdir. Allah və Rəsulun hakim təyin edər, buyur gəl danışaq. O sahabə belə elədi, bu sahabə belə elədi, o alim belə dedi, bu alim belə dedi, o zaman bu alim də təkfir elə, hətta bəziləri utanmadan deyir ki, o zaman bu sahabanı təkfir elə, arsız, həyasızcasına. Yəni ölülərin təkfirindən doydular, indi keçirlər artıq sahabələrin təkfirinə. Bu qədər həyasızlaşıblar, arsızlaşıblar. Allah və Rəsulunun kəlamını bir kənara qoyublar. O sahabə bunu dedi, bu sahabə bunu dedi. Allah o sahabələrin hamısından razı olsun. Sahabələri niyə özünüzə qalxan edirsiniz? Sahabə deyirsən də Rəsul demirsən ki. Özün ağzınla sahabə deyirsən. Həl əcəbtumul mursəlin, məzə əcəbtumul mursəlin ayətlər var. O kör gözlərinizi müalicə edin, açın Allahın kitabını oxuyun. Bizlər Rəsullar haqqında soruşulacağıq. Fələnəsələnəl-ləzīnə ursilə iləyhim və lənəsələnəl mursəlin. Allah Subhanahu Taala kitabında ayətlər var, ay kör olanlar. Gedin gözlərinizi müalicə etdirin. Belə yaxşı, belə çox böyüdən böyük eynəklər alın gözünüzə, bəlkə görə biləsiniz. Bəlkə görürüz, bir ehtimal. Əsla və qətiyyən şübhə yoxdur ki, özlərinə rəsul göndərilən kimsələrdən hesab soracağıq və əsla və qətiyyən şübhə yoxdur ki, göndərdiyimiz rəsullardan da hesab soracağıq. Biz rəsullardan soruşulacağıq. İnsan qəbrinə qoyulanda, mömin kimsə qəbrinə qoyulanda, iman etdiyini deyən kimsə qəbrinə qoyulanda, Allah Rəsulü sallallahu əleyhi və səlləm buyurur: "Yətihi mələkani feyuqidanihi və yesəlanihi." Onun yanına iki mələk gəlir, onu qaldırıb otuzdururlar və ikisi də ondan soruşurlar. İkisi də soruşurlar. Mə ilmuka bihədər racul. Bu kişi haqqında elmin nədir? O haqqında soruşacağımız kişi Muhammed sallallahu aleyhi və səlləmdir. Sahabələr deyil, tabiinlər deyil, ətbəut tabiin deyil, alimlər deyil, müctəhidlər deyil, şeyxlər deyil, imamlar deyil. Bihədər racul. Bu kişi haqqında soruşulacaq. Mənə haqqında soruşacağım kişidən danış. Başqalarına mənə danışa bilməzsən. Başqaları mənə dində hüccət deyil. Ondan danış. Yoxdur elminiz. Elminiz olsa danışarsınız. O kişi haqqında elminiz yoxdur. Ondan başqaları haqqında elminiz var. O da cüzi miqdarda. İndi baxın, elm üzərində olan, yəqinlik üzərində olan müsəlman mömin nə deyəcək? Huve Muhammedun Resulullahi ca'ana bil beyinati vel huda fe'ecebna ve amennâ vettebe'nâ. O Muhammeddir. Allahın Rəsuludur. Bizlərə açıq aydın dəlillər və hidayətlə gəlmişdi. Biz də onun dəvətinə icabət etdik, iman etdik və ona ittiba etdik. Feyuqalu lehu nem salihan faqad alimna in kunte le mu'mina. Ona deyiləcək ki, salih olaraq rahatlıq içərisində yat. Artıq bildik ki, həqiqətən də şübhəsiz ki, sən mömin kimsəymişsən. Münafiq olan, şübhə içərisində olan nə deyəcək ki, lə ədri, bilmirəm.
Semi'tun nase yekuluna şey'en fekultuhu. İnsanları eşitdim ki bir şeyler deyirlər, mən də dedim. Tanış gəlir, o adamları eşitdin, bu adamları eşitdin. Elm yox, mərifə yox, yəqinlik yox, öyrənmək yox, tədris etmək yox, heç nə yox. Eşitdim ki, dedilər, mən də dedim. Biz Resulullah sallallahu aleyhi ve sellem'e iman gətirmişik. Onun haqqında soruşulacağıq. İmam Buxarinin səhihdə rivayət etmiş olduğu 1338 nömrəli hədis şərifdə də bu durumdan danışılır. Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, "El-abdu izâ vudi'a fî qabrihi." Yəni, qul qəbrə qoyulduğu zaman, əshabı da onun yanından dönüb çıxıb getdiyi zaman zikr edir, buyurur ki, "Ətəhu mələkəni." Onun yanına iki mələk gəlir. "Fəəq'adəhu fəyəqulani ləh." Qaldırıb otuzdururlar onu və onu ikisi də ona deyir ki, "Mə kuntə təqulu fi hədər-raculi Muhammedin sallallahu aleyhi və səlləm." Bu kişi haqqında, Muhammed sallallahu aleyhi və səlləm haqqında yaxşı-yaxşı eşidin. Rəsulunu tanımayanlar xüsusilə diqqətlə eşitsinlər ki, Rəsulun adı nədir? Muhammed sallallahu aleyhi və səlləmdir. Şeyxləriniz deyil. Muhammed sallallahu aleyhi və səlləm. Bu kişi haqqında elmin nədir? Elmin. Eşitdiklərin. Bir yerlərdən sənə çatan xəbərlər yox. Elmin nədir? Elmin. Nə deyirdi onun haqqında? Fəyəqul əşhədu ənəhu abdullahi və rasul. Deyəcək ki, şahidlik edirəm ki, Allahın qulu və rəsuludur. Fəyuqal undur ilə məqadikə minən-nar əbdələkəllahu bihi məqadən minəl cənnə. Ona deyiləcək ki, cəhənnəmdəki, od içindəki oturacağına bax, Allah onu sənin üçün cənnətdə olan bir oturacaqla dəyişdirmişdir. Səbəb nədir? Muhammed sallallahu aleyhi və səlləm haqqında edilən şahidlik. O sözü deyib, arxasınca haqqını verməyən kimsə Allah qatında şahidlik edən deyil, yalancı kimsədir. İzə cəəkəl münafiqunə qalu nəşhədu innəkə lərəsulullah, vallahu ya'lamu innəkə lərəsuluhu, vallahu yəşhədu innəl münafiqinə ləkəzibun. Münafiqlər sənin yanına gəldikdə deyirlər ki, həqiqətən də bir şahidlik edir, şübhəsiz ki, sən Allahın rəsulusan, Allah da bilir ki, sən onun rəsulusan, Allah şahidlik edir ki, həqiqətən də şübhəsiz ki, münafiqlər yalancıdırlar. O şəhadətin haqqını verəcəksən. Və əmməl kafiru əvil münafiq, kafir və ya münafiq kimsəyə gəldikdə isə fəyəqulu lə ədri. Deyəcək ki, mən bilmirəm. Kuntu aqulu ma yaqulun nas. Mən insanların dediyi şeyləri deyirdim. Fəyuqal, ona deyiləcək. La darayta və la talayta. Nə özün anlamadın, nə də oxumadın. Thumma yudrabu bimitraqatin min hadidin darbatan beyne udunayhi feyasihu sayhatan yasma'uha men yalihi illa taqalayni. Sonra dəmirdən bir toppuzla onun iki qulağının arasından vurulacaq və elə bir bağırmaqla bağılacaq ki, yəni insan və cinlərdən başqa hər kəs onu eşidəcəkdir. Məsələ budur. Bizə Allah və Rəsulundan danışın. Allah və Rəsulundan qeyrisinin sözü şəriətdə hökm daşımır. Sözü hökm olan, sözü qanun olan, bugünkülərin dilindən desək, Rasulullah sallallahu aleyhi və səlləm. Ondan başqa elə bir insan yoxdur. Ondan başqa heç bir insanın sözü şəriətdə hüccət deyil. Hökm daşımır. Növbəti ayəti oxuyaq. İnnəmə kənə qavləl mü'minina izə du'u ilallahi və rasulihi liyəhkümə beynəhum ən yəqulu səmi'na və ata'na və ulaikə humul muflihun. Aralarında hökm vermələri üçün Allaha və Rəsuluna dəvət edildikdə möminlərin deyəcəyi tək söz nədir? Eşitdik və itaət etdik. Diqqət edin, qurtulanlar da məhz onlardır. Nə dedilər? Eşitdik və itaət etdik. Yəhudilər nə deyirlər? Yəhudilərin davamçıları, bugün özünə müsəlman deyən davamçılar var, yəhudi olanlar, əslində yəhudidirlər. Səmi'nə və asayna. Eşitdik və asi olduq. Rasulullah sallallahu aleyhi ve sellem dedi, qusl al, imamımız dedi ki, alma. Rasulullah sallallahu aleyhi ve sellem dedi, vacibdir, imamımız dedi ki, müstəhəbdir. Eşitdik və asi olduq. Yəhudi sifətlər bunu deyirlər. Müsəlmanlar iki kəlmədir. Eşitdik və itaət etdik. Elhamdülillah. Nisa 65-i oxuduq. İndi oxuduğumuz ayət-i kərimənin Nur surəsi 51-ci ayət-i kərimədir. Bu mövzu ilə bağlı son ayət-i kəriməni oxuyuruq. Və məxtələftum fihi min şeyin fə hukmuhu ilallah.
Zəlikumullahu Rabbi aleyhi təvəkkəltu və ileyhi unib. Onda ixtilaf etdiyiniz hər şeyin barəsində hökmü vermək yalnız Allaha aiddir. Min şeyin fə hukmuhu ilallah. Nədə ixtilaf etsəniz, hökm vermək haqqı Allah Subhanahu wa Taala'ya aiddir. O Allahın Rəsulü də Muhammed sallallahu əleyhi və səlləmdir. Budur mənim Rəbbim olan Allah. Ona təvəkkül edirəm yalnız və ona üst tuturam ancaq. Şura surəsi 10-cu ayət. Bilməyənlərə duyurulur. Allah Subhanahu kitabında Şura surəsi var. Onun 10-cu ayəti kəriməsi var. Bax o ayət bunu deyir. Məxtələftun fihi min şeyin fə hukmuhu ilallah. Elhamdülillah. İman edənlər iman ediblər. Eşitdik və asi olduq deyənlər də öz Yahudi sələfləri var, Yahudi sələfləri. Yəni onların sələfi, yəni keçmiş nəsli Yahudilərdir, müsəlmanlar deyil. Allah və Rəsulunun kəlamının qarşısında eşitdik və asi olduq deyənlərin sələfi müsəlmanlar deyil, Yahudilərdir. Sələf keçmiş nəsildir, xələf sonradan gələnlərdir. Bugün o Yahudilərin dediyini deyənlərin sələfi müsəlmanlar deyil, Yahudilərdir. Yaxşı düşünsünlər ki, kimdir onların sələfi? Kimi özlərinə sələf götürüblər? Müsəlmanları yoxsa Yahudiləri? Yahudiləri özünə sələf götürənlər bunu deyirlər, demirlər. Eşitdik və asi olduq deyirlər. Elhamdülillah, Allah Subhanahu Teala bizləri ixtilafdan və ixtilaf əhlindən qorusun. Allah Subhanahu Teala bizləri öz dinində təfriqəyə düşməkdən, bölünməkdən qorusun. Allah Subhanahu Teala ümmətimizə, darda qalanlara, çətin vəziyyətdə olanlara yardım etsin. Qazzada, Filistində və bu kimi yerlərdə əziyyət altında, işgəncə altında, qətliam altında olan aciz və zəif qullara Allah Subhanahu öz qatından yardım etsin. Allah Subhanahu onların düşmənlərinin başını özlərinə qatsın. Və axir da'vanan elhamdülillahi rabbil alamin.